Növbəti blok sualının izahına baxaq. Bizdən istəyirlər C-ni. Əvvəlcə bizə nə verilir? B-mi veriblər 4, M-A-nı veriblər 6. B-dən A-ya kimi məsafə oldu 10. Onda A-dan da C-yə kimi olacaq 10. Çünki eyni nöqtədən çəkilən toxunanlar bir-birinə bərabərdir. Bu üçbucaq üçün bir dənə Pifaqor yazsaq, C-min uzunluğu çıxacaq 8. Çünki 100 çıxılsın 36 olacaq 64. 64 də 8-in kvadratıdır. C-dən M-ə kimi məsafəmiz çıxdı 8. Onlar bizdən C-yeni istəyirlər. C-yə bir x yazsaq, onda Y-M nə qədər olacaq? Y-M-in də uzunluğu olacaq 8 çıxılsın x. Toxunan və kəsən arasında bir əlaqə düsturu var. Baxın, kəsən və bu toxunan arasında bir əlaqə düsturumuz var. Yəni, toxunanın kvadratı bərabərdir. Belə yazaq. Gəlin, ümumi şəkildə yazaq. B-M-in kvadratı bərabərdir. Y-M vurulsun. Ümumi kəsən uzunluğu C-M. Gəlin, yerinə yazaq. B-M-imiz nə qədərdir? 4. Yəni, 4-ün də kvadratı olacaq 16. Y-M-imiz 8 çıxılsın x. C-M də tapdıq ki, 8-dir. İxtisar getsə, qalacaq 2 bərabərdir. 8 çıxılsın x. X də bərabərdir 6. Onlar da bizdən x istəyirlər elə.